Mən demişəm ki, bu məşğul olmamalıdır, şey olmamalı. Nəyə görə demişəm? Yuxarıdakı tartışma, nəticəsiz tartışma. Yəni bu açıdan demişəm ki, burada siz gedib o istiqlal düşünəni illa və kəlla gətirib federalçı eləyə bilməzsiniz ki. Olmayıb da, bu günə kimi bir nəticə verməyibdir. Bu vaxt hədər eləməkdir. İstiqlalçı da aynən bir şəxs ya bir qurum, bir təşkilat ki, federal düşünür. Bunu zorla gətirib istiqlalçı eləyə bilməz ki. Mümkün deyil və burada boş mübahisələrdir. Amma misallar çəkəndə diqqətli olaq. Kürdlər İraqda federalizmi qurmaqda kiminlə birləşdilər? Şiələrlə birləşdilər. Sünnilərin sekular bölümü ilə mi birləşdilər? Bir dənə savaş düşdü. Bunların da militar gücləri var idi. Amerika ilə işbirliği yaptılar. Orada sistemi federalizmi bərqərar elədi. Quslavda da hangi korovat getdi məsələn Bosniya-Herzegovina ilə şey eləsin, ya məsələn o birisi ilə birləşsin, Makedoniyalı ilə şeylə gəlsin Miloševiçə qarşı etilaf qursun, birləşsin. Orada da bir savaş oldu və orada millətlər öz istiqlalını aldı, getdi işinə. Yaxud Şurəvinin özündə inqilab oldu, bolşeviklər gücü keçirlərləri və anlaşmalar yapıldı. O istiqlal almış qüvvələrlə o Sovet Birliği quruldu. Selam dostlar, Əziz Babək bəy. Sizin danışıqlarının bir balaca bölümünün haqqında mən danışmışım. Orada bir reaksiya vermişsiniz və fikirlərinizi demişsiniz. Çox da gözəl. Amma orada deyirsiniz ki, güya mən fikirlərinizin hamısını paylaşmaq gərəkindeydim. Amma elə deyil ki, mən yalnız və yalnız sizin danışığınızda iki bölümə toxunmuşam. Bir, oradakı demişsiniz federalçı, istiqlalçı ilə iş olmasın, istiqlalçının federalçı ilə iş olmasın. Hər kəs öz yolun geçsin, hər kəs öz itilafını gücləndirsin. Onun yanlış olmasını bir sürü argümanlarla göstərmiş. İkincisində deyirsiniz ki, rejimdə qopuşlar var və çökməyə gedir və bu çökmədə istiqlaliyyətə şərait yaranır və əgərsə istiqlalçılar məqul davranırsalar, orada Türkiyədən və Azərbaycandan olaraq yaşıl ışıq da yandıra bilər deyirsiniz. Mən yalnız sizin bu iki düşüncəni analiz etmişəm də, başqa orada bəyan etdiyiniz fikirlərlə işim yoxdur. Ona görə o balaca bölümü gətirmişəm, siz bunu bəyan etmişsiniz. Və burada da elə deyil ki, başqa bölümlər gəlsəydi bu bölümlər daha aydın olardı. Yəni bu bölümlər ki, burada gətirmişəm, o bölümlərdirlər ki, mən ona eleştiri qoymaq istirdim də. Bu səsiniz, yəni son səsinizdə bir yerdə işarə edirsiniz ki, güya bizim çalışmamız və bu analizlərimizi qoymaq bundan ötürdür ki, istiqlalçıları federalistə çevirək və bu vasitə ilə hərəkətdə yalnız federalçılıq qalsın deyə kimi qələmə verirsiniz. Halbuki bizim mücadiləmiz və İranda Türk toplumunda dəyişikliyə yol açma milyonlar insanın fikrinin dəyişilməsindən keçir. Bir toplumun aktivistləri 1%-dən 3%-ə qədər, nəhayət 5%-ə qədər təşkil edən insanlardılar. Yəni 95% insan, milyonlar insan orada səni və məni gözləyir ki, yeni bir fikirlər və ya bir fikirlər ürətib və onları siyasi cəhətdən müəyyən bir stratejik yönlərə cəlb etməyə çalışaq. O cəhətdən bu argümanları, bu analizləri ki meydana qoyulur, birinci dərəcədə istiqlalçıları, federalçıları çevirmək deyil. Birinci dərəcədə federalizm Türk xalqının və Azərbaycanın bu aşamada ən önəmli və stratejik yolu olmasını göstərmək, eyni halda meydana qoyulan yanlış yolu, yəni bu aşamada istiqlaliyyəti meydana qoymanı da xalqımıza, aktivistlərimizə göstərmək. Əlbəttə ki, o insanlar ki, bu günə qədər istiqlaliyyət zehniyyətindədirlər və bizim argümanlarımızla başa düşürlər ki, xalqımızın bugünkü və ya bu aşamada mücadiləsi federalizmdən geçir deyə biz çox sevinərik əlbəttə ki. Çünki həman aktivistlərimiz ki, bugün istiqlaliyyətə enerji qoyurlar, öz enerjilərin həqiqətən bir yola sərf edirlər ki, o yolun sonu yoxdur. Əgərsə o güclər bugün federalizm məqsədi ilə qatılıb və bu hərəkatı gücləndirirlər, əlbəttə ki, sevinmə yeri də vardır. Çünki
Azərbaycanda və ümum İranda türk xalqının gücü və potansiyeli bir araya gəlir, güclənir və eləyə bilər bu xalqa İranın siyasi çapında haqq qazandırsın. Güney Azərbaycana bir yerel hakimiyyət versin. Tehranda və Kərəzdə türklərə haqq qazandırsın. Türk kantonlarında, Qəşqayda, Xorasanda, Lorestanda, harda onlara atonumu bağışlasın. Eyni halda genəldə İranın çapında türklər İranın mərkəzi dövlətində pay alsın. Hətta deyərəm ki, əgər güclücə bu işin içinə qatılırsaq və güclücə meydanda olursaq, bəlkə türk dili gələcək iqtidarda mərkəzi dövlətin bir rəsmi dilinə də çevrilsin. Önəmli məqamdan və önəmli bir stratejidən söz gedir burada. Amma əsas məqsəd xalqımızın arasında bir düşüncə yaymaqdır. Bu danışığın bir yerində işarə edirsiniz ki, hərəkatın içində fərqli kəsimlərin işbirliyi. Əlbəttə ki, bu işbirliyi olmaq lazımdır. Yəni istiqlalçı və federalçı zərurət icabatı və şərait gəldiyində müşəxəs bir hədəflərə varmaq üçün əlbəttə ki, işbirliyində olmalıdır. Mən bu işbirliyinin modelini bir başqa danışığımda, yəni birliyə gedən yolumuz adı ilə orada danışmışam. Orada istiqlalçılar və federalçılar necə bugündən ta Milli Məclisin Güney Azərbaycanda qurulduğuna qədər önəmli məsələlər haqqında, o cümlədən Azərbaycanın güvənliyini təmin etmək, iç güvənliyini və xarici güvənliyini təmin etmək üçün əlbəttə ki, çiyin-çiyinə bir-birinin yanında durmalıdırlar. Amma iki kəsim, iki fərqli düşüncə bir-birinin yanında, meydanda çiyin-çiyinə durmaları toplumumuzda, siyasi hərəkətimizdə fikri mücadilənin, fikri mübarizənin qabağını almamalıdır ki, bu iki kəsimin bir-birinin yanında durub bir-biri ilə bərabər Azərbaycana çalışmaları hərəkatımızda və toplumumuzda eleştirel düşüncəni və ya intiqadi düşüncəni sual altına aparıb tətil eləməlidir ki, toplumda tənqidi yanaşma daima devam etməkdədir. Fikirlər bir-birini eleştirmədə daima devam etməlidir. Eyni halda meydanda da işbirliyini modern tarixdə əməl etməlidirlər. Bu biz deyirik ki, birinci dəfə bu iş görürük. Dünyanın hər yerində, ələlxüsus modern ölkələrdə, demokratik ölkələrdə bu iş daima devam etməkdədirlər. Yəni, hizblər bir-birinə daima tənqid və eleştirini edirlər. Eyni halda məclisdə oturub o ölkəyə qərar verirlər bərabər. Sözün başqa bölümlərində mənim gətirdiyim nümunələrə işarə edirsiniz. Məsələ, Ərağın Kürdistanında necə federalizm quruldu və ya Yugoslaviyada və Sovyetdə necə istiqlal əldə oldu, bunları deyirsiniz. Amma mənim poengim, mənim imtiyazım o danışıqlarda, misallarda bu deyildi ki, federalizm Əraqda necə qurulub və ya Sovyet Birliyində necə qurulub və ya Yugoslaviyada bu federalizm necə quruldu və ya istiqlal necə alındı. Mənim orada bir çox önəmli məqama işarə edirəm ki, sizin danışığınızda o əsla ələ alınmış. O da budur ki, mən deyirəm ki, kimlər istiqlal elam edə bilib və istiqlal stratejisini dalsa gedə bilərlər, hangi millətlər və hangi şəraitdə. Və deyirəm ki, bir ölkənin içində, məsələn İran kimin, ya Əraq kimin, ya Yugoslaviya kimin, ya Sovyet kimin, bir ölkənin içində bir millət əvvəl siyasi status qazanmalıdır, yəni yerel devləti olmalıdır və o yerel devlətdən sonra, yəni status qazanandan sonra istiqlal məsələsinə düşünüb və ya ona strateji qurmalıdır. Əraqda kütlərin nümunə gətirəndə deyirəm ki, əcəba Əraqda kütlər siyasi status qazanmamış, yəni bu federal dövləti qurmamışdan istiqlal elam edə bilərdilər, ya elədilər. Görürük ki, belə bir şey olmayıb. Olsa da bir sonuc verməz. Amma devlət qurulandan sonra, yəni yerel devlət qurulub və status qazanandan sonra tüm orada xalq tərəfindən mandat var. Yəni məclis var da, məclis, yerel məclis. O mandat xalq tərəfindən bir başqa stratejində meydana qoya bilər. Məsələ, istiqlalı. Olar olmaz bir başqa məsələdir. Məsələ, Əraq Kürdistanında olmadı. Niyə? Türkiyə istəmirdi, ölkələr istəmirdi. Yəni yeni bir istiqlal ki elan olur, ölkələr, qonşu ölkələr və dünya ölkələri o istiqlalı rəsmiyyətə tanımasalar, o istiqlal olmaz. Necə ki, Əraqdakı kütlərin istiqlalına referendum da verdilər, səs də verdilər. Amma üçün bölgə devlətləri və hətta dünya devlətləri o istiqlalı qəbul eləmədi, istiqlal olmadı. Bu status məsələsi Yugoslaviyada da olubdu. Yəni bu millətlər iki Yugoslaviyada ayrıldılar savaşdan sonra.
yerel devletləri vardı. Federal bir devletdi Yugoslavi. Sovyet Birliği de eyni. Yani Sovyet Birliği de kurulanda federal veya konfederal bir formada kurulmuştu da 70 yıl sürülmüştü ve 70 yıl federal formunda, konfederal formunda idare olmuştu. Ayrılanda da her halk yani Azerbaycan, Ermənistan, Gürcistan tamam o 15 devlette ya 14 devletler Ruslardan sonra tüm siyasi statusları vardı ve bir de anayasada ayrılma hakları da vardı. Yani Cumhuri kimi katılmışlar Sovyet Birliği'ne ayrılma imkanı yani istiklal imkanı tapdılar. Yani siyasi statuslar vardı. İndiki siz deyirsiniz ki orada İran'da hem istiklalda olabilir, hem federalda olabilir, qalıbdı şəraitə falan. Ben deyirəm ki, yok İran'da direkt istiklal Azerbaycan'a, direkt istiklal Kürdistana, Bəluçistana, Ərəbistana ola bilmez. Bu deyirəm ki, ola bilmez. Ne için? Çünkü siyasi statüsü yoktu Azerbaycan'ın. Kürdistan'ın, Bəluçistan'ın, Ərəbistan'ın, İran'da da siyasi statüsü yoktu. Yani yerel devlet yoktu. Yani o bölgede bir meclis yoktu ki mandat olsun, siyasette bir fikir desin. Ona göre İran'da direkt istiklal şuarını verme yalnız enerji tüketmedi. Başka faktörler var ha bu stratejinin yanlış olmasını göstersin. Ama bu status cəhətindən, siyasi status cəhətindən, yani yerel devletin olmama cəhətindən en önemli bir faktörlerden biridir. Tüm yerel devlet yoktu, siyasi statüsü kanunda ölçədə yoktu, o bölgede bir meclis yoktu, yani xalqın rəyi yoktu. Kim istiklala şuar verecek? Bu hizb o hizbin istiklala şuar verməli ilə bir ölkəyə istiklal olur mu? Mən deyirəm ki, olmaz. Çünkü bunu siyasi tarix göstərir ki, olmaz. Mən danışığımda bu yönə, bu məsələyə işarə etmişəm. Yəni Kürdistanda, Əraqda veya Yugoslavda veya filan Sovyet Birliği'ndə bir xalqın, bir bölgənin ölkəsində, həmin ölkədə siyasi statüsü olmadan başka bir siyasi statüsə geçme imkanı olmaz. Elə bu cəhətdən bizim istiklalçılara Güney Azerbaycan'da dememiz lazımdır ki, istiklal istəyirsinizsə, əvvəl Azerbaycan'a ya Güney Azerbaycan'a bir yerel statüs kazanmalı, siyasi statüs kazanmamız lazımdır. Yani bir İran'a bir federal devlet kurulmağı lazımdır ki, orada Güney Azerbaycan'ın yerel bir devleti olsun, yerel bir meclisi olsun, yani mandat olsun sözde, onda yeni bir şəraitdə siyasi strateji olarak istiklal şuarını meydana koyma olar. Ama İran'da üçün elə bir status bu xalqların ve bu bölgelerin İran'da yok idi. İstiklala varmaq üçün İran'da federal bir sistemdən geçilmək qaçınılmazdır, gərəkdir. Mən danışığımda bu faktlara işarə edərək argüman gətirmişəm siyasi stratejiyə. Ama bir ilginç nokta da bu son anlarda zihnime geldi. Direkt istiqlaliyyətə gedən millətlər, mesela diye İngilistan'da, Skoçlar, mesela Franklar Kanada'nın Quebec'ində ve sonra da Tigray xalqı o Tigray bölgesinde Etiyopya'dan, eğer yadınızda olursa bir savaş yani iç savaş Tigray bölgesiyle Etiyopya'nın merkezi devleti arasında bir savaş meydana geldi. Yani o savaşta Tigray'ın istiklal savaşıydı. Ama bu savaş təəssüflə bastırıldı ve sonuçsuz kaldı. Bizim xəbərlərimizdə, analizlərimizdə Etiyopya'da olan hadisələr və Tigrayda gedən istiklal savaşı haqqında təəssüflə nə xəbər və nə hətta analiz tapmaq mümkün değildir. Qısa kəsirsəm, Tigray bölgənin siyasi rəhbərləri uzun tarix Etiyopya'nın mərkəzi devletini yöneten şəxslər olublar. Yani bir benzerlik var Azerbaycan ve Türk halkı ile İran'ın siyasi yönetimde olması. Yani Türkler de uzun zaman İran'ın siyasi yönetimi yönetipler, devletlerini təşkil edipler. İndi ama bu bölge hatta öz müqəddəratını təyin etme hakkına bile malik değildir İran'da. Tigray xalqı da baxmayaraq ki, rəhbərləri uzun zaman Etiyopya'nın yönetiminde ve hatta yani lider seviyesinde yönetiminde olublar. Ama bu gün pozisyonlarını merkezi devlet yanında itirdiler heç. Hatta bu istiklal savaşı Tigray bölgəsi üçün də savaştan sonra sonuçsuz kaldı. Bunu da bilmemiz lazım ki, savaşın en büyük zərər görən bölge de Tigray bölgəsi oldu. Bu istiklal çabalarına yani Britanya'da İskoçlar, Kanada'da
Quebec və ya Franklar ki, hüquqən də, qanunən də istiqlala getmə də haqları var idi və Etiyopiyada Tigray bölgəsi hər üçü də sonuçsuz qalıb. Yəni son 10 illərdə istiqlal çabaları da dünya kamuoyunda negativ xəbərlərlə, yəni olmaz xəbərlərlə qarşı-qarşıya gəlib və dünya kamuoyunu o yöndə formalaşdırmışdır. Yəni bunu deməkdə istiqlaliyyət zehniyyətinin dünya kamuoyunda da bir negativ etkisinin keçən 10 illərdə də qeyd etməyimiz istiqlaliyyət fikrində olanlara da bir önəmli faktor olmağa gərəkir deyə düşünürəm. Sözlərimin biraz uzun olması üçün məni bağışlayın.